Zabrat bir qəsəbəsində 307 saylı məktəbin əhatəsinin tam yaxınlığında yerləşir, qapısına qədər asfalt yoldur. 3 sotdan çox torpaq sahəsində qanuni tikili, keyfiyyətinə də ki söz ola bilməyən bir evi sizə təqdim edirəm. 170-180 kvadrat arası 2 mərtəbəli 5 otaqlı evdir. Həyətin genişliyinə həqiqətən söz ola bilməz. 3 sotdan çox torpaq sahəsidir. 4 bir tərəfdən evi rahatlıqla keçid etmək mümkündür. Həyətində əlavə besetkasına qədər quraşdırılıb. Yan hissələri bir daha göstərim. Əlavə olaraq həyətində evdən əlavə sanuzel sanitar qovşağı inşa olunub. Ayrıca da yaşıllıq hissəsi ayrılıb, boş sahə kimi də qalıb. Birinci mərtəbə yerdən deyil, diqqət edin zəhmət olmasa, kürsü 3 daş sonra kürsüdən başlayır. Qarşısı da hər 2 mərtəbə üçün açıq balkondur. Həyəti əks istiqamətdən bir daha göstərim. Və keçid alaq evin daxilinə. Maşallah olsun, çox geniş, səliqəli, həqiqətən keyfiyyətli materiallardan istifadə olunmuş bir evdir. Birinci mərtəbə. İlk olaraq mətbəxindən başlayaq. Döşəmə istipoldur. Öncədən nəzərinizə çatdırım. Diqqət edin zəhmət olmasa. Bir də ən əsası pəncərələrə diqqət edin. Heç bir pəncərənin divar bitişikliyi yoxdur. Açıq havaya açılan pəncərələrdir. Təkcə qonaq otağının 2 geniş işıqlandırılmış pəncərəsi var. Qonaq otağı da döşəmə istipoldur. Evdə görüləcək, tamamlanmalı olan nə qədər iş varsa, dəyərli izləyicilərimiz, hamısı birə-bir satışa daxildir. Qeyd olunacaq məbləğə, qiymətə, bütün təmir, xərcləri hamısı əlavə olunub, tam təmirli halda alıcıya təhvil veriləcək inşallah. Hazırda yekun tamamlama işləri gedir. Birinci mərtəbə üçün sanuzel sanitar qovşaq birlikdə inşa olunub. Bu isə evin pilləkən hissəsi. Və keçid alaq evin ikinci mərtəbəsinə. Birinci mərtəbədə ümumilikdə mətbəx, bir qonaq otağı, bir yataq otağı və sanitar qovşaqdır. Və ikinci mərtəbə üçün. Buyurub baxa bilərsiniz. İkinci mərtəbədə isə sanitar qovşaq və 3 yataq otağıdır. 2 mərtəbəli ev üçün həqiqətən çox ideal bir proyektdir. İdeallığı da ondadır ki, birinci mərtəbədə qonaq otağı və yataq otağı var. İkinci mərtəbə isə bütünlüklə yataq otağı və sanitar qovşaqdır. Ümumilikdə evə məxsus 3 sanitar qovşaq və sanuzeli var. Sənədinə gəldikdə isə sənədi paket kupçadır. Üzr istəyirəm, torpağın kupçasıdır. Paket kupça halında da təhvil verilə bilər. Bank yolu ilə də, yəni istəyən şəxslər sahibi ilə danışıb razılıq edib bank yolu ilə də ala bilər. Qiymət ilkin olaraq 178.000 manatla satışda olacaq. İnşallah ki, real alan ev sahibi tərəfindən tam normal endirim güzəşt olunacaq.